Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində hüquq mühafizə orqanları tərəfindən axtarış aparıldığı qeyd edilir. Globalinfo.az məlumat verir ki, bu haqda partiya fəalları sosial mediada məlumat yayıb. Həmçinin Əli Kərimlinin müşaviri Məmməd İbrahimin də evində axtarış aparıldığı qeyd edilir. Hüquq mühafizə orqanlarından məlumatı Teleqraf az təsdiqləyiblər. Qafqazinfonun məlumatına görə AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır. Globalinfo.az-ın əldə etdiyi məlumata görə Əli Kərimli saxlanılıb. Əlavə edək ki, daha öncə Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubda yaratmaq istədiyi Dövlət Şurası üçün 50 nəfərlik siyahı təqdim etdiyinə dair məlumat yayılmışdı. Bildirilirdi ki, AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Mehdiyevin sözü gedən siyahısındakı əsas adamlardır. Sonrakı proseslərdə isə AXCP və Musavat Partiyasının bağlanmasına dair müzakirələr aparıldı. Gözlənilir ki, Əli Kərimlinin saxlanılmasından sonra onun rəhbərlik etdiyi partiyada rəsmi şəkildə ləğv edilsin.